Arxa plan şəklin və yaxud da ki, rəngin etiket içərisində necə yerləşəcəyini CSS-də background size xüsusiyyəti təyin edir. Ən çox bu kimi işləmlərdə istifadə olunur. Misal, şəkli tam ölçüdə göstərmək üçün və ya şəkli bütün elementi dolduracaq şəkildə uzadıb sıxmaq üçün və ya şəkli mərkəzdə orijinal ölçüdə saxlamaq üçün və ən sonda ölçünü piksel və ya faizlə özümüz təyin etmək üçün istifadə olunur. Gəlin burada style.css-də bu günə qədər keçdiyimiz background özəlliklərini yazıram. Gəlib burada background repeat olaraq no repeat verirəm. Şəkil təkrarlanmasın. Daha sonra background position olaraq center verirəm. Mərkəzdə olsun. Bu şəkildə. Bu qədər. Və mən gəlib burada, baxın, hal-hazırda bu şəkildə görünür. Mən gəlib burada background size auto verdiyim zaman default olaraq bu şəkildə görünəcəkdir. Gəlib burada background size contain verdiyim zaman baxın, soldan və sağdan boşluq verdi və heç bir kəsinti olmadı burada. Yəni kəsintidə nəyi deyirəm? İndi misal background size contain verdik. Cover verdiyim zaman bu şəkildə görünmüş olacaqdır. Bax, mən gəlib burada bunu böyüdürəm və böyütdüyüm zaman belə deyək, şəkil dartılmış olacaqdır və bir hissəsi də kəsilmiş olacaqdır. Ancaq kiçik ekranlarda isə bu şəkildə görünəcəkdir. Buna ən çox responsive designda istifadə olunur. Şəkil daha aydın və net görünsün deyə background size cover özəlliyindən daha çox istifadə olunur. Və son olaraq piksel və yaxud da ki, faiz verərək də bunun genişliyini və ya hündürlüyünü təyin etmək olar. Misal üçün piksellə yazıram. 150 piksel verirəm. 150 piksel verdiyim zaman genişlik 150 piksel olaraq gələcəkdir. Hündürlük isə avtomatik olaraq hesablanıb daha kiçik formada belə deyək görünəcəkdir. Ancaq mən gəlib burada 150 piksel yazdığım zaman hündürlük də 150 piksel oldu, genişlik də 150 piksel oldu. Və ya faizlə bunu versək, tutalım ki 50% yazdığım zaman genişlik, 50% yazdığım zaman isə hündürlük bu şəkildə görünmüş olacaq. Və son olaraq gəlib burada bunu silirəm. Burada background size olaraq cover verirəm. Və böyütdüyüm zaman burada genişliyi biraz kisildək. 200 piksel verək. Baxın, burada borderun yuxarısı və aşağısı bu şəkildə görünmüş oldu və şəkil sağ və sol borderları əhatə etmiş oldu. Mən gəlib burada background origin border box yazdığım zaman bu problem aradan qalxmış olacaqdır. Yəni bu şəkildə borderları əhatə etmiş olacaqdır. Bu dərsimizdən də bu qədər. Gələn dərsimizdə görüşənə qədər hələlik.